Salam, xoş gördük. Hər vaxtınız xeyir. Belə bir integral sualına baxırıq. Bu integral adətən integrallar cədvəlində hazır düstur şəklində verilir. Amma bunu elementar integrallar vasitəsilə necə hesablamaq lazımdır onu göstərəcəm. Keçək izahına. Əvvəlcə integral altı funksiyaya baxaq. 1 bölünsün x kvadrat çıxılsın a-nın kvadrat bərabərdir. Bunun məxrəcinə müxtəsər vurma düsturunu tətbiq etsək, olacaq x çıxılsın a vurulsun x üstəgəl a surətdə 1 bərabərdir. Bunu belə yazmaq olar. 1 bölünsün x çıx a çıx 1 böl x plus a. Bunu sadələşdirsək, ortaq məxrəcə gətirsək görərik ki, bunun surətində 2a yaranacaq. Həmin o 2a'ları aradan qaldırmaq üçün bunu 2a'ya bölmək lazımdır. Yəni 2a'da 1'ə vuraq. Bunu ortaq məxrəcə gətirib 1 bölü 2a'ya vursaq, eyni ilə bu ifadə alınır. İndi isə bunu integralda yerinə yazaq. İntegral 1 böl x kvadrat çıxılsın a-nın kvadrat dx bərabərdir. İntegral bunun yerinə bunu yazacağıq. 1 böl x çıxılsın a çıx 1 böl x plus a vurulsun 1 bölünsün 2a dx bərabərdir. Bu sabitdir. Şöyle çıxara bilərik. 1 bölünsün 2a vurulsun integral 1 bölünsün x a çıxılsın 1 böl x plus a dx bərabərdir. Davam eləyək. 1 bölünsün 2a vurulsun. Fərqin integralı integralların fərqinə bərabərdir. İntegralın xassəsinə görə bunu belə yazmaq olar. İntegral 1 böl x çıxılsın a dx çıxılsın integral 1 böl x plus a dx bərabərdir. Bundan sonra nə edəcəyik? Diferensiyalın xassəsinə müraciət edək. Dx bərabərdir dx plus c. Dx'in yerinə dx plus c yazmaq olar. Çünki dx plus c burada istənilən sabit ədəddir. Bərabərdir x plus c'nin törəməsi vurulsun dx. Bu da 1 vurulsun dx'dir. Elə dx'ə bərabərdir. Odur ki, istədiyimiz sabiti x'in üzərinə əlavə edib çıxmaq olar. Odur ki, burada 1 bölünsün 2a vurulsun. Məxrəcdə x çıxılsın a olduğundan burada dx çıxılsın a yazarıq. Dx çıxılsın a bölünsün x çıxılsın a çıxılsın integral. İntegral burada x plus a olduğundan burada da dx plus a yazmaq olar. Dx plus a bölünsün x plus a bərabərdir. Bir şey də qeyd edək. Kənarda yazaq. D fx bölünsün integral fx bərabərdir ln fx'e.
odur ki, burada 1 bölünsün 2a vurulsun. Bunun yerine yazacağıq. Elin modulda x çıxılsın a çıxılsın. Elin x plus a. Loqaritmanın xassəsinə görə loqaritma elin a çıxılsın. Elin b bərabərdir. Elin a bölünsün b. Loqaritmanın bu xassəsindən istifadə edərək bunu belə yazmaq olar. Bərabərdir. 1 bölünsün 2a vurulsun. Elin modulda x çıxılsın. A böl x plus a. Deməli, bizdən soruşulan integral x kvadrat çıxılsın. A-nın kvadratında 1 dx bərabərdir. Tapdığımız bu integralı 1 bölünsün 2a vurulsun. Elin modulda x a bölünsün x plus a. Üzərinə də bir sabit gəlsək, ümumi şəklini alarıq. Bu funksiyanın ibtidai funksiyası ümumi şəkildə belədir.